Evində mavi rəng olacağını demişdi, amma Fatimənin evi daha çox ağ təşkilat eləyir. Mehdi səncə sən? Mənə heç bir ədalətsizliyi olduğunu düşünürəm. Hər kəsə salamlar dostlar. Mən İsmailova Rüqəyə. Kanalıma və videoma xoş gəlmisiniz. Bugün sizlərlə birlikdə Brookhaven'da tək rəng challenge edəcəyik. Tək rəng challenge'ın amacı, yəni istədiyimiz bir rəng seçəcəyik və bu istədiyimiz rəngə uyğun olaraq ev və yaxud da ki kombin hazırlayacağıq. Təbii ki kombin və ev hazırlayacağıq və bu gün yanımda, yəni bizlərlə kimlər var? İsmailova Fatimə, yəni bacım. Hər kəsə salam. Quliyev Mehdi, yəni xalam oğlu Hamıya salamlar. var. Deməli bu günlərim indi sizlərlə bərabər rənglərimizi açıqlayacağıq. Mənim rəngim sarı rəngdir. Fatimə, sənin rəngin nə rəngdir? Mən yəni ki mavi rəngi seçmişəm, amma mavini sevməyərək seçmişəm. Bəli, mavi rəngi seçmisən, amma sevməyərək. Niyə sevməyədiyin bir rəngi seçəsən ki? Mən sevdiyim rəngi başqa birisi götürdüyü üçün mən də mavi rəngi seçmək məcburiyyətində qaldım. Hə, o görən o kimdir də, yəni o sevdiyin rəngi götürən. Mehdi, sən hansı rəngi seçirsən? Qara rəngi. Qara rəngi seçir Mehdi də. Deməli, tək rəng challenge'ımız artıq bu müddətdən sonra başlamışdır. Hamı fərqli yerlərə dağılsın və tək rəng challenge'ımız başlasın. Kimdənsə kimə kopya çəkməsin və mən ağlımda qəşəng sarı rəngə uyğun kombinlər var. Deməli dostlar, əslində sarı rəngi seçmə amacım, sarı rəngə uyğun ağlımda qəşəng bir ev var. Onun üçün həm də ki kombinimlə uyacağını düşündüyüm bir evdir. Səhv eləmirəmsə minimalistli bir evdir. Mən də bu prolardan açmaq istəyirəm, lakin bu proları aça bilmirəm. Hər nəysə, onun üçün minimalistli bir ev açmaq istəyirəm. Bir də uşaqlar, minyonlara kim baxıb zəhmət olmasa yorumlara da yazarsınız. Minyonlara uşaq vaxtı baxmışam, çox maraqlı cizgi filmdir. Və ağlımdakı kombin əslində ətəkdir. Ətək istəyirəm. Qəşəng bir ətək, sarı bir üst, qəşəng. Əslində saçım qəşəngdir. Saçımı dəyişdirməyi düşünmürəm. Bir də ağlımda papaq da var. Papaq da əlavə eləmək istəyirəm. İndi baxaq da. İndi üstlərimi çıxardım ən yaxşısı. Makyajım da qəşəngdir. Makyajım da qalsın olduğu kimi. İndi bura yellow yazmağı düşünürəm. Çünki yellow yazanda daha qəşəng şeylər çıxar deyə düşünürəm. Bir də ingiliscə yazanda daha yaxşı şeylər çıxır. Bu arada bu qiyafət çox qəşəng deyilmi? Yəni kəşke bu qiyafət əynimdə olsaydı ilk başda, başlıqda belə başlasaydım. Qəşəngdir bu arada, cıvıl-cıvıl, rəngarəng bir qiyafətdir. Hə, yellow yazanda daha yaxşı, necə deyirlər, paltarlar çıxır bu arada. Çünki ingiliscə yazanda ətraflı qəşəng paltarlar çıxır. Yellow yazaq indi bura. Deməli, görək nə çıxır. Qəşəng bir üstlük var burada. Bu nəsə xoşuma gəldi. Çox qəşəngdir. Bu arada uşaqlar, bu kombin, yəni bu qiyafət daha yaxşı deyilmi? Süngər boblu falan da var, amma əslində uyğun olar evimdən, amma istəmirəm mən. Bu necə bir qiyafətdir? Çox açıqdır. Yəni qəşəng deyil. Şarpa bənzəyir biraz. Tam korse tarzında, amma tam korse olmayan bir şeyləri gəzirəm. Elə ən yaxşısı budur. Bu da qalsın. Qəşəngdir bu. İndi isə bir dənə ətək və yaxud da ki şalvar axtarıram. Nədənsə burada, burada var. Buradan indi birini seçək. Bu çox qəşəngdir uşaqlar. Bu kombinlə bu çox qəşəng yaraşır. Lakin mavidir, yəni mavi rəngdir deyinə onu maalesef ki seçə bilmirəm. Bununla ətək yaxşı gedər. Amma çox da yaxşı deyildi, yəni o qədər də. Uşaqlar, çox qəşəng kombinlər var. Yəni şalvarlar var, amma yəni bu da uşaqlar çox sarıdır. Yumurta sarısını deyil də daha çox soft sarısını tərcih eləyirəm kombinlərimdə. Yəni burada da o kombində seçməyi düşünürəm. Bəlkə bu ola bilərdi, amma yenə də yox. Bir də sarı ilə qaranın uyumunu heç sevmirəm. Uşaqlar, mən düzgün bir şalvar tapa bilmədim. Mən də ona görə ətəklərə keçdim. İndi görək necə tapırıq. Wow, bu arada bu qəşəng deyilmi? Rastgele oldu bu arada uşaqlar. Ətək axtaranda bir elbisə buldum. Çox qəşəngdir. Mükəmməl deyilmi? Bayıldım. Məncə bunda qalsın elə. Bu kombin çox qəşəngdir. Məncə bunda qalsın uşaqlar. Heç yəni axtarmağa dəyməz deyə düşünürəm. Yenə də baxıram, amma mən yenə bu kombində qaldım. Yəni bayıldım bu kombinə. Çox qəşəngdir. Mükəmməl deyilmi? Və indi şapka istəyirəm. Şapkada uşaqlar bilirsiniz də, yəni tam istədiyim şapkanı indi birazdan sizə göstərəcəm.
Uşaqlar, şapka yazdım. Bu şapka gəldi. İstədiyim bu şapkadır, amma soft sarı rəngində. Eyni onun soft sarısı istəyirəm. Qaralı, sarılı şeyləri heç sevmirəm də. Qarı ilə sarını yaraşdırmıram. Bu bantik də pis olmadı. Ağlımızda bulunsun. Qəşəng sarı idi. Bir baxaq başqa görə. O şapkanın sarısından istəyirəm. İnşallah tapa bilərəm. Amma yoxdur deyəsən. Maalesef ki, yoxdur. Elə məncə o bantikdən tac falan qoydum. Çünki yoxdur uşaqlar. Kəşke onun eynisindən olsaydı. Biz necə istəyirəm? Onun eynisinin soft sarı rəngi qəşəng yaraşardı məncə. Uşaqlar, yəni o pişi beləncə oldu. O papaqdan istədiyim papaqda rəngini tapa bilmədiyim üçün mən də tac və bantik şəklində elədim. Kombinim bu şəkildədir. Mən kombinimi tamamladım. Umarım Mehdi ilə Fatimə də kombinlərini tamamlamışdır. Biraz da aksesuar axtarıram. Aksesuar yox, çanta da olsa məncə bura qəşəng olar. Bir bəxtimizi sınayaq da çanta da bir axtaraq. Görək çanta da bir tapa biləcəyikmi? Uzun axtarışlardan sonra bir dənə çanta tapdım və artıq kombinim bitdi. Hardasa bir saatdır kombin hazırlayıram. Umarım Fatimə də Mehdi də hazırdır. Fatimə, sən hazırsan? Mən hazıram və sizi gözləyirəm. Wow. Mehdi, sən? Mən də hazıram, Fatimə yanındayam. Məncə mən birinci olacağam bu arada. Əlləşməyə heç ehtiyac yoxdur, yəni. Mən düşünmürəm, çünki mən hamınızdan yaxşı olduğumu düşünürəm. Pah. Fatimə danışır, bir yaxı evin yanından keçdim və onun daha pis ev düzəltdiyini fikirləşirəm. Pis ev düzəltdiyini fikirləşirsən. Sən deyəsən bizi güdürsən, ha? Yox. Mən öz evimlə məşğulam. Hə, tamam kanka. Deməli uşaqlar, evimin sonu belədir. Mən biraz işıqlandırmalar da qoşdum. Deyəcəydim, gəlin, gəldiniz. Nəysə, Fatimə çox qəşəng olmusan. Mavini tam yansıtmısan həqiqətən də. Mehdi də gəlir. Mehdidə siyah bir kombini var. Vav, Fatimə çox qəşəngdir. Gül detayına bayıldım paltarında. Mehdi də biraz daha yaxına gəlsə yaxşı olar. Mehdi, sən də çox qəşəngsən. Coolsan, yəni həqiqətən də coolsan. Başqa şapkandakı göz detayına bayıldım bu arada. Deməli Fatimə, sən kombinimə və evimə neçə puan verirsən? Mən səni belə kombinini bayıldım. Tam bir bəddir, yəni havalı qızsan. Evin də ayrıca qəşəngdir, amma evin tatlılıq sən havalı tutmadığınız üçün 10 üzərindən sənə puanım 9-dur. Hə, çox sağ ol. Mehdi, sən neçə puan verirsən? Mən də Fatiməyə qatılıram. Sənin evinlə sənin kombinin uyğun gəlmədiyi üçün sənə 8 puan vermək istəyirəm. Əslində mən də 9 verəcəydim, amma bir puan da evindəki göy rənglərdən qırdım. Hə, tamam, təşəkkürlər. Toplamda 17 puanım var. Bu da deməli, Mehdi, deyəsən bu sənin evindir getdiyim. Özüm yaxın qurmuşam ki, getmək daha asan olsun. Hə, təşəkkürlər. Bizim üçün bizi düşünüb sağ olsun. Deməli Mehdi, evin bayağı havalı bir evin var. Sən bayağı siyahlardan getmisən. Wow, çox bəyəndim. Biraz mavi detaylara biraz takıldım. Kombinin də çox qəşəngdir. Özəlliklə papağındakı göz detayına bayıldım. Mənsə puanım 10 üzərindən 9-dur. Çünki işıqlara görə biraz bir puan qırdım. Bəs Fatimə, sən neçə puan verirsən Mehdiyə? Mən Mehdinin evinə bayıldım. Çox yaxşıdır. Sadəcə kombini sevmədim. Ona görə də Mehdiyə 10 üzərindən 8 verirəm. Wow, mən 9, sən 8, yenə də Mehdinin 17 puanı oldu. Fatimə, gəl indi sənin evinə gedək, görək kim qazanacaq. Fatimə, çox qəşəngdir. Evinə bayıldım. Mükəmməldir evin. Wow, həqiqətən də çox mükəmməl bir evin var. Kombinin də çox qəşəngdir. Evin də çox qəşəngdir. Uşaqlar, evinə baxın görün nə gözəl evi var. Mən puanım 10 üzərindən 10'dur. Yəni halaldır Fatimə. Bir dənə bu detayı bəyənmədim. Bu da lacivert, yəni mor rəng görsənir. O olmasaydı yaxşı olardı, amma komple çox qəşəngdir. Mehdi, bəs sən neçə puan verirsən? Sən də puanla? Mən də Fatimənin kombini bəyəndim. Prosto evində mavi rəng olacağını demişdi, amma Fatimənin evi daha çox ağ təşkilat edir. Deməli, toplamda hamımızın 17 puanı oldu. Oylama sizə qaldı uşaqlar. Sizcə bizim hansımızın kombini yaxşıdır? Yorumlara da yazarsınız. Həm də anket açacağam. Anketdə də bildirərsiniz. Mən bir şey əlavə etmək istəyirəm ki, mənə 17 puan çox azdır. Çünki həm mənim evim, həm də kombinim çox yaxşı olduğunu düşünürəm. Bir də ki, mən mavi rəngi seçmişdim. Mavi rəngdə ev tapa bilmədim. Onun üçün də əlimdən gəldiyincə edəcəyim mavi rəng bu idi. Məncə mənə də haqsızlıq oldu. Niyə haqsızlıq oldu? Mənim evim də çox şirin idi. Özümün kombinim də qəşəngdi. Mən ən azı 20 puan almalıydım deyə düşünürəm. Mehdi, sən? Mənə heç bir ədalətsizlik olduğunu düşünürəm.
Məncə Mehdi, bəs sənə ədalətsizlik oldumu? Mənim fikrimcə mənə heç bir ədalətsizlik olmadı. Məncə də ədalətsiz olmayıb deyə düşünür Mehdi. 17 puanı hak etdiyini düşünür. Hər nəysə uşaqlar, kanalımıza abunə olub like atıb yorum yazmayı unutmayın və bu challenge bəyəndinizmi, davamı gəlsinmi? Bundan başqa olaraq da hansımızın rəngini və yaxud da ki kombini bəyəndiniz yorumlara yazmağı da unutmayın.